Sumqayıtdan qayıdırıq Alballıq qəsəbəsinə. Burada küçələrdən birində yol keçilməzdir. Xüsusilə də soyuq aylarda vəziyyət daha da dözülməz olur. 2 gündür yağış yağıb və nəticədə indi yoldan keçmək mümkün deyil. Baxın. Xəzər rayonu Alballıq qəsəbəsi Abşeron küçəsi 18 ünvanındayıq. İlk baxışda bu ərazi gölü xatırladır. Amma burası sakinlərin hər gün daimi istifadə etdiyi küçədir. Fəsillər dəyişsə də mənzərə dəyişmir ki, dəyişmir. Nə insanlar keçə bilir, nə də maşınlar, nə uşaqlar dərsə gedə bilir, nə də böyüklər işə. Sakinlər deyir ki, illərdir bu problem dəyişməz olaraq qalır. İş orasıdır ki, sözgedən küçəyə paralel olan digər küçələr asfaltlanıb, amma nədənsə bu yol unudulub. Neçə illərdir bu yol bu vəziyyətdədir. 20 ilə yaxındır. Hamısına da müraciət eləmişik. Heç baxan yoxdur. Vəziyyət həmişə belədir, həmişə yağış yağdı, hələ indi babat günüdür. Əvvəllər necə yağırsa heç keçmək mümkün olmurdu. Taksi çağırırıq, taksi burada düşürdür, deyir özünüz gedin. Təcil yardım çağırırıq, elə necə siz gəlib burada dayanırsa, onlar da gəlir burada dayanır. Biz xəstəni gətirməli oluruq bura. Uşaqlar keçə bilmir, yıxırlar cəmaat suyun içinələ. Yıxırlar suyun içinə, qalırlar suyun içinə. Neyini cəmaat? Keçirlər bu alandan, maşında gedir o bu alandan. Məsələ ilə bağlı qurumların mövqeyini öyrənməyə çalışdıq. Amma məsələ ilə əlaqədar üz tutduq Buzovna qəsəbə nümayəndəliyinə. Qeyd edim ki, mənim olduğum bu binanın 1-ci mərtəbəsində bələdiyyə yerləşir, 2-ci mərtəbəsində isə icra nümayəndəliyi yerləşir. Amma biz nə bələdiyyənin sədrinin, nə də icra nümayəndəsini öz yerində tapa bilmədik. Onlarla əlaqə saxlamaq cəhdimiz də baş tutmadı, telefonlara cavab vermədilər. Özünü fəhlə kimi təqdim edən bu şəxs bizə bələdiyyənin sədrinin məzuniyyətdə olduğunu, müavininin işdə olmadığını dedi. Amma o müavinini də tapa bilmədi. Gah dedi müəllim ərazidədir, gah dedi gəlir, gah da dedi bilmirəm. Aha, nə dedi? Hə, nə dedi sizə? Təbriz müəllim nə dedi? Təbriz müəllim dedi, ərazidəyik. Bir sözlə, 2 qurumdan bir suala cavab ala bilmədik. Elə sakinlərin sualları kimi bizim suallarımız da cavabsız qaldı.